Vaxtınız xeyir olsun, əziz izləyicilər. Biləcərdə yerləşən 2 mərtəbəli mənzilimizin santexnik işi yekunlaşdı. Bildiyiniz kimi, bu mənzil 2 mərtəbəli idi. 220 kvadrat, 110 kvadrat birinci mərtəbə, 110 kvadrat isə ikinci mərtəbə idi. İkinci mərtəbədə isti döşəmə artıq çəkilib, beton qatı da verilib, mənzil ümumi isti döşəmə idi. Və gördüyünüz kimi, birinci mərtəbədə də artıq isti döşəməmiz çəkilib. Səliqəli şəkildə isti döşəməmiz çəkilib və beton verən ustalar artıq çox gözəl bir şəkildə mayakları quraşdırıblar və səhər inşallah gəlib betonu verəcəklər. Bura mənzilin gördüyünüz kimi qazanxanasıdır. Mənzildə 3 ədəd hamam olduğu üçün mənzilin isti suyunu boiler sistemi ilə təmin etdik. 300 litrlik boiler yerləşdirmişik və mənzilin qazanxanasında bir konturlu qazan yerləşdirmişik. Və hər mərtəbənin ayrı dövrəyə nasosları, bu ikinci mərtəbənin dövrəyə nasosu, bu isə birinci mərtəbənin dövrəyə nasosu. Mənzilin ümumi su girişinə su motoru yerləşdirilmişik və off-shore sistemdə filtr yerləşdirmişik. Üzü gələcəkdə inşallah mənzil tam hazır olandan sonra su yumuşaldıcı da yerləşdirəcəyik. Bu qədər gördüyünüz kimi səliqəli. Allah ev sahibinin xeyrini versin, can sağlığı ilə yaşasın. Siz də mənzilinizdə belə gözəl, səliqəli, keyfiyyətli santexnik işi istərsinizsə, o zaman bizə müraciət edə bilərsiniz.